Salam. Bugünkü buraxılış imtahan suallarına baxırıq. 7-dən başlayırıq. My sister wanted me to cook the meal quickly. Burada to cook olacaq. Çünki wanteddən sonra to fe'l gəlməlidir. Kompleks obyektiv, mürəkkəb tamamlıqdır. Mən son çəkdiyim qısa videoda bu haqda məlumat vermişdim. Mənim bacım məndən yeməyi tez bişirməyimi istədi. 8-ə baxırıq. We usually go by train. By train heç bir sözünü olmur. Sözünü article olmur. But today we are taking the bus. Cevabımız İBəndə olar. Düzgündür. The teacher asked us questions. Burada diqqətli olmalıydınız. Questions necə sayıla bilən cəm isimdir. Və questions sözünə baxırıq. Yazmaq istəyirəm. Harada gidelim. Aha. Questions sayıla bilən cəm isim olduğu için burada many və if you verməliydik. Cevabımız 1-4. Devam edirik. The climate is warm here. Bunu əvvəl çəkdiyim videolarda sizə demişim ki, əgər cümlədə sözün tək və yaxud da cəm olduğunu bilmirsinizsə, unudubsuzsa, o zaman variantlara da baxıb tapa bilərdiniz ki, were cəmdədir, were not cəmdədir, are cəmdir, are not cəmdir. Bircə də bizim tək olanımız isdir. The climate is warm here. Bir bəndi düzgündür. 11'ə baxırıq. He gave me her phone number olmazdı. Baxın, phone number var. Yəni bizim ismimiz var. İsmimiz varsa biz isimli forma istəyən əvəzlik verməliyik bura. Hers olmaz. Getdim. He gave me his phone number and I gave him mine. Sonunda da isimsiz forma olduğu için bir bəndi düzgündür. Yours verə bilmərik. Çünki yours'dan sonra isim gəlmir. Their ola bilər də. Ancaq ikinci tərəfə bizə isimsiz forma lazımdır. Yours olmalıydı. Bir bəndi də səhvdir. Cavabımız bir bəndi. 12'ye baxırıq. When ne yazıblar burada? When the guests arrived, qonaqlar gələndə, snowing it olmazdı axı. It was snowing olardı. 1 ilə 3'ün yeri dəyişik olsaydı cavabın düz olardı. Ancaq cavabı səhv yazmışıq. Yazıblar daha doğrusu. It was snowing. It was snowing when hansı cavab da var? When the guests arrived. Cavabımız deyilməlidir. Qonaqlar gələndə qar yağırdı. The museum is far from işlənir. Our house. Muzey bizim evimizdən uzaqdadır. If you go there on foot. Qəşəng. On foot piyada deməkdir. I'll take you half an hour. Əgər piyada geçsən mən it'll take you, sorry. Bu sizin half an hour. Yarım saat vaxtınız alır. They picked up bananas in the forest. Passive voice istəyir. Dəfələrlə videolarda izah etmişəm. Məchul növ. Məchul növ olan zaman cümləmizin tamamlığını götürməliydik. Burada isə mübtədanı götürüblər. Bananas götürməliydik. Cümlənin zamanına baxırıq. Picked keçmiş zamandadır. Ona görə 2 variantımız qalır. A və B. Were picked up in the forest. Cevabımız A olacaq. Niyə B olmur deyə sizin səslərinizdə işləbilirəm. Were been birlikdə işlənməz. Ona görə 14 səhvdir. 14'də B səhvdir daha doğrusu. Cavab A olacaq. 15'e baxırıq. Pair of synonyms. Düzgün sinonimlər istəyir. Sinonim cütlüyü istəyir daha doğrusu. Simple sadə, hard çətin. Early erkən, late gec. Dangerous təhlükəli, harmless təhlükəsiz, antonimdir. Anxious varid. Cavabımız D-bənd olar. Narahat, hər pis narahat deməkdir. Rude, polite, kobud, nəzakətli deyil. Devam edirik. 16. Burada niyə cevaplar yazmadım? Bərk eləmişim. 16. My family yesterday var. Yesterday varsa deməli cümləmiz keçmiş zamanda olacaq. Had. Mənim ailəm barbecue etdi. You should stay at home and you are ill olmaz. Sən evdə qalmalısan və sən xəstəsən. Yox.
sən evdə qalmalısan, yoxsa xəstələnərsən? Yox, çünki xəstələnərsən. Because olacaq burada. Deyibəndi. 18-ə baxırıq. I want to know the truth. Mən həqiqəti bilmək istəyirəm. You haven't to lie to me olmaz. Have to'nun inkarı don'tla düzəlir. Aren't able, bəs bunun to'su hardadır? 2 səhvdir. 3'ə baxırıq. Mustn't, shouldn't. 3-4. Cavabımız eybəndə olacaq. 18'də devam edirik. 19'a baxaq. Those flowers look than these ones. Bəli, than varsa biz burada beta verəcəyik. Düzgündür. C bəndi. 20'ye baxırıq. Found you last night. Baxın, found feil gəlib. What, who olarsa what found you? No, tərcümə eləməliydik. Və birbaşa xəbər what'dan, who'dan sonra gələ bilər. Who'dan sonra isim gəlməliydi. Eybəndi, səhvdir. Whom sözünü istəyir. Why found you last night? Sən niyə? Why'dan sonra köməkçi feil gəlməlidir. Why do you? Amma who found you last night? Sənə kim dünən zəng etmişdi? Cavabımız eybəndi. Biraz qarışıq ola bilər. Sorry. 21'e baxırıq. Təkdə olanlar. Weather, face. Düzgündür, eybəndi. Mansızda S cəmlənir. Feet cəmlənib. Ears cəmdədir. Days hərəsindən bir söz sıranı pozur. Burada feet, burada mansız, cavab eybəndi. 22'ye baxırıq. How intelligent are they? Yox. Yadınızda saxlayın nida cümlələrin ardıcılığını. What, how olan cümlədə Z artıq olmalıydı. How intelligent the students they are olardı. Are they yox. Cümlə xəbərlə bitməlidir. What intelligent the olmaz. What olan yerdə Z artıqı olmur. How intelligent the students are they? What intelligent students they are? Cavabımız deyəndi. Onlar necə də ağıllı tələbələrdir. What olan yerdə, how olan yerdə Z artıqlı, what olan yerdə isə E artıqlı axtarmalıyıq. Ancaq burada cümlədə ismimiz cəmdə olduğu üçün ona ehtiyac yoxdur. Cavabımız deyəndi. Keçək mətnə. Tasmania. The smallest island state of Australia is home to about 500,000 people. Tasmania Avustralya'da kiçik bir adadır və yarım milyon insana ev sahibliği edir. Most of the people live in the southeast and the north. İnsanların çoxu cənubda və şimalda yaşayır. Hobart, the capital of the state, is the largest state and the main port. Hobart, ştatın paytaxtı, dövlətin paytaxtı, ən böyük şəhəri və əsas limanıdır. Tasmania was discovered by the Dutch explorer Averell Tasman in 1642. Tasmania, Alman explorer, kəşfiyyatçısı Abel Tasman tərəfindən 1642-ci ildə kəşf olunmuşdu. He called the island Van Diemen's Land in honor of a governor general. O adanı Van Diemen adasını ümumi hökumətin şərəfinə adlandırmışdır. At that time, several thousand people were living on the island. O vaxtlar minlərlə insan adada yaşayırdı. The British founded the first colony on this island in 1603. Britaniyalılar ilk dəfə 1803-cü ildə ilk koloniyasını bu adada əsasını qoymuşdu. Many of the Europeans living here were immigrants from Great Britain. Avropadan olan immigrantların çoxu, burada yaşayan Avropalıların çoxu Böyük Britaniyadan immigrant idilər. Later, a number of conflicts between the Europeans and the native people started and led to the Black Wars. Sonralar və konfliktlərin sayı, Avropalılarla yerli insanlar arasında konfliktlərin sayı qara müharibəyə gətirib çıxartdı. When those wars ended, there were no native people left on the island and it was governed by the Europeans. Müharibə bitən zaman adada heç bir yerli insan qalmamışdı və Avropalılar tərəfindən idarə olunurdu.
So the number of the Europeans increased largely on the island. Ve beləliklə adada olan Avropalıların sayı artdı. In 1856, those Europeans formed their own government, renamed this island, and called it Tasmania after the name of its explorer Tasman. Avropalılar öz ölkələrini adaları ilə Tasmania, həmin kəşfiyyatçı Tasmanın adı ilə adlandırdılar. A few years later, Tasmania became a state of Australia. Bir neçə il sonra Tasmania Avstraliyanın əsas dövlətinə çevrildi. Today, the Tasmanians work in service industries such as communications, IT and tourism. Bugün Tasmaniyalılar bir neçə sahədə, sənayedə, xidmət sənayelərində işləyirlər. Kommunikasiya, IT, turizm sahələrində. Besides this, they are also good at producing a lot of goods which play a key role in the economy of the state. Bundan başqa, onlar müxtəlif məhsullar istifadə edirlər, istehsal edirlər daha doğrusu. Və bu dövlətin iqtisadiyyatının əsas rolu. Bu isə dövlətin iqtisadiyyatında əsas rol oynayır. 23-cü suala baxaq. The people on the island, adadakı insanlar, created a state in Great Britain. Böyük Britaniyada bir dövlət yaratdılar. Changed the name of the island. Adanın adını dəyişdilər. Mainly live in the south, eastern and north. Cənubda və şimalda daha çox yaşayırdılar. 3 düzgündür. Avoid working in the fields like IT and tourism. Avoid qaçmaq deməkdir. Ona görə cavab səhvdir. Onlar bu sahələrdə işləməkdən qaçmırdılar. 4 səhvdir. Qeyd edə bilirəm. Yaza bilmirəm burada. Create Estate deməli Böyük Britaniyada ada yaratmışlar. Adanın adını dəyişmişdilər. Kim dəyişmiş? Adadakı insanlar dəyişib adanın adını. Xeyr. Böyük Britaniyada bir dövlət yaratmışlar. Yox. Cavabımız 1-3. 1-3 Eyvəndi. Qeyd edək. Deməli onlar Böyük Britaniyada bir ada yaratmışdılar. Və minləmişdilər və cənub, şərqi və şimalda yaşamışlar. Devam edək. Which statements are true according to the passage? Hansı düzgündür? The first colony in Tasmania was established by the Dutch. İlk koloniyalar Dutch tərəfindən, Hollandiyalılar tərəfindən kəşf salınmışdı. Yox. The native people were involved in the government after the Black Wars. Xeyr, native people qalmadı qara müharibədən sonra. Most of the Europeans on the islands were immigrants from Great Britain. 3 düzgündür. The island has been populated by 500,000 people. Baxın bu cümlə burada var. Is home to about. Cavabımız 3-4 Eyvəndi. Baxırıq 25'e. What was the result of the Black Wars? Qara müharibənin nəticəsi nə oldu? The Europeans took control of the island. Bəli, Avropalılar adada kontrolu ələ keçirdi. The Europeans let the native people choose their government. Xeyr, onlar yerli insan qalmamışdı bu müharibədən sonra. The number of the Europeans decreased in Tasmania. 26-cı suala baxırıq. The passage is mainly about the main part of Tasmania, port of Tasmania, a state named after its discoverer. Cavabımız bir bənd olar. Öz kəşf etdiyi insanın adı ilə bağlı olan nə? Bir dövlət. 27'ye baxırıq. To find or learn something for the first time. İlk dəfə nə isə öyrənmək. İlk dəfə nə isə öyrənmək. Hardadır? He calls the island in honor at the time several on the island from the first colony. To find or learn something for the first time.